Deməli, hörmətli abituriyentlər və müdavimlərimiz, həm bir dərslərində bu tipli suallar izah eləmişik, testlərə düşür, həm də abituriyentlərin ən yaralı yeridir. Burada iki dənə la məsələsi var, bunu izah edəcəm. Deməli, əjdaha abituriyentlər bunu çox rahat şəkildə tapa bilirlər ki, la və la məsələsi var. La'nın da ya ilə qoşması kimi götürə bilirik, ya da iləni və ilə əvəz edəndə bağlayıcı kimi götürə bilirik. Mən burada diqqət eləməliyəm. Deyir ki, hansı köməkçi hissələri işlənir? Uşaqlar baxır, qarşıma çıxdın duz və çörəklə. Deyir, müəllim, bağlayıcı və boşmadır. Xeyr. Bunu və ilə əvəz edirsinizsə, bax, qəbulda diqqətin əsas incə məqamlardan biridir. Bunu da və ilə əvəz eləməlisən. Gör, ikisini də əvəz eləmək olur. Qarşıma çıxdın duz və çörək və. Görürsünüz, deyə bilmirəm. Ona görə də burada cavab yalnız qoşma olacaq. Bu tipli testlərə mütləq şəkildə diqqət edin. Növbəti imtahanda uğurlar.